Bu gün danışacağımız avtomobil Kia Sorento avtomobilidir. 2020-ci ildən sonra istehsal olunan, bax bu gördüyünüz kuzalar, düzdür bunlar restart kuzalardır. Amma 2020-ci illərdə bunların hibrid modelləri çıxır artıq 4-cü nəsil Kia Sorentolar sayılır. Gəlin baxaq görək bunlarda ümumilikdə vəziyyət necədir, hansı mühərriklər daha çox məsləhətlidir və yaxud da ki, ümumilikdə avtomobil məsləhətli bir avtomobildə yoxsa yox. Mən öz fikirlərimi bölüşəcəm sizlə. Sizdən də xahişim olur ki, öz fikirlərinizi bölüşəsiniz komment hissəsində. Sorento deyəndə ilk ağla gələn 7 yer panorama lyuk bu kimi komplektasiyalardır. Bu avtomobillərdə həm panorama lyuk olur, həm də ki 5 yer, 7 yer və üstəlik 6 yerlik komplektasiyalar da var bunlarda ortadan ara kəsməni. Ölkəmizdə çox populyardır, Koreyada da çox tələbatlı bir avtomobildir. Mühərriklərinə gəldikdə isə ümumiyyətlə komplektasiyasından danışsaq, komplektasiya çox zəngindir. Ən yuxarı, ən yüksək komplektasiyası da Gravity sayılır. Həm ön ötürücülü olur, həm tam ötürücülü olur. Sürüş rejimləri də zəngindir. Eko rejim var, smart rejim var, sport rejim var, komfort rejim var. Eyni zamanda bunlarda digər Sorentolardan, yəni ondan əvvəlki Sorentolara baxanda bir əlavə rejim də var ki, Terrain mod adlanır. Bu qarda, qumda, palçıqda idarə etmək üçün hazırlanmış bir rejimdir. Mühərrikləri 2.2 dizel mühərrikləri var, 1.6 hibrid mühərrikləri, daha sonra 1.6 plug-in hibrid mühərrikləri var, 2.5 turbo benzin və 2.5 atmosferik benzin mühərrikləri var. İlk növbədə dizel mühərrikindən danışmaq istəyirəm. Bundan əvvəlki videomuzda da Sorentoların dizellərindən danışdıq ki, dözümlüdür, düzgün qulluq olunsa 400 min, 500 min probek verə bilir. Daha sonra bu gördüyünüz Sorentoda dizel mühərriklə 202 at gücü, 440 Nm fırlanma anı hasil edir. 8 pilləli transmissiyadır, robot korobkadır amma bu avtomobillər. Üstün cəhətlər ondan ibarətdir ki, yəni yüklü olsa da, yoxuşda, enişdə fərqi yoxdur. Bu avtomobillərin yəni çəkmə qabiliyyəti çox yaxşı olur, çünki fırlanma anı yüksəkdir. Mənfi cəhətləri DPF problemi olur. Bildiyiniz kimi demək olar ki, bütün dizel mühərriklərdə bu problemlər var. Yəni tıxacda və yaxud da ki, uzaq yol sürməyəndə, mütəmadi olaraq aşağı sürətlərdə avtomobil idarə edəndə DPF-lərində yəni problem yarana bilir və yaxud da ki, bunlar təmizlənmə tələb edir və yaxud da ki, sonradan ədbulu tələb edir. Qənaətcildir, belə deyim sizə, Trasta hibriddən daha az yanacaq istifadə edir. Keçək əsas ən populyar olan hibridlə. Dediyim kimi, bundan hibrid modelləri var və plug-in hibrid var. Plug-in hibrid Koreyada demək olar ki, istifadə olunmur. Əsas istifadə olunan hibrid modellərdir. Ona görə də hibriddən danışmaq istəyirəm. 230 at gücü hasil edir. Çox ekonomludur. Yəni Bakı üçün mən deyərdim ki, çox ideal mühərriklərdir. Çünki 5.5, 6.5 litr, yəni ən pik tıxacda belə yanacaq istifadə edir. Sadə korobkadır. Digər üstün cəhəti budur. Mənə görə, yəni üstün cəhəti budur. Komfortludur və səssizdir də, yəni hibriddir bunlar. Mənfi cəhətləri ondan ibarətdir ki, baxın, bunlarda həm demək yanacaq mühərriki, yəni 1.6-lar turbo olduğu üçün, həm batareyka olduğu üçün bunların təmir xərcləri biraz yüksək ola bilir. Yəni bunu nəzərə almaq lazımdır. Bir neçə il bundan əvvəl olsaydı, yəni bizim ölkəmizdə hibridlərin təzə gələn vaxtlar olsaydı, deyərdim ki, biraz da gözləmək lazımdır. Çünki bunun ustası olmalıdır falan. Amma hal-hazırda çox populyardır ölkəmizdə, yəni hibrid mühərriklər. Yetərincə də yaxşı ustaları var. Ona görə də bir problem yaratmır əslində təmirində. Sadəcə biraz belə deyim də, digərlərinə baxanda biraz artıq xərc tələb edir. Yəni daha çox qulluq tələb edir. Mənfi cəhətləri ondan ibarətdir ki, yəni dolu olanda bu avtomobil və yaxud da ki, yoxuşlarda və ya batareykası azalanda, yəni bilirsiniz, öz-özünə şarj edir. Batareykası azalanda çəkmə qabiliyyəti zəifləyir. Çünki 1.6 bu kuzaya görə biraz balaca mühərrikdir. Amma mütəmadi olaraq şəhərdə sürətsizsə, dediyim kimi idealdır. Yəni əla bir выпускаdır. 95 benzinin istifadə olması tövsiyə olunur. Daha sonra 2.5 benzinə gəldikdə isə dediyim kimi bunlar atmosferik və turbo olanı var. Koreyada ancaq turbodur və 281 at gücü hasil edir. Belə deyim sizə, bu avtomobillərin həm at gücü çoxdur, həm də robot korobkadır. Yəni 8 pilləli robot korobkadır. Sürətlənməsi çox
yaxşıdır. Yəni SUV model avtomobil üçün əla bir sürətlənməsi var. 7,4 saniyə 0-100-ü təxminən yığa bilir bu mühərrikdə olan Kia Sorento-lar. Mənfi cəhətlərinin əsas odur ki, adından da göründüyü kimi həm avtomobilin mühərrikin həcmi çoxdur, həm turbo ilə təchiz olunur. Buna görə də 11,5-13,5 litr arası şəhər içi yanacaq sərfiyyatı var. Təyinatında belə yazılır. Hətta biraz da qorxsaq 14-dən yuxarı sərfiyyat qalxa bilir. Mütləq şəkildə də 95-dən istifadə olunmalıdır bu avtomobillər. Trassa 7,5-8,5 litr arası dəyişir sərfiyyatı. Yəni performansı yüksəkdir, sürətlidir, CV avtomobil, CV mühərrik istəyirsinizsə də bunu da tərcih edə bilərsiniz. Amma mənim düşüncəmə görə, yəni Bakı üçün mütəmadi olaraq şəhərdə əgər sürəcəksinizsə 1.6 hibridi çox idealdır bunlara. Yəni yaxşı, həm yeni həm ili təzədir, həm komfortludur, həm komplektasiyadan zəngindir, həm də yəni sözünü demiş bir avtomobildir. Ümumi sifarişlə gətirmək istəsəniz, 2020-ci ildən başlayır dediyim kimi bu avtomobillər 42.000 manat civarından başlayır qiymətləri. Ta ki 65-70.000 manat arasına qədər yəni bu avtomobilin qiymətlərində dəyişiklik ola bilər. Əlbəttə ki, yəni bu aradakı dəyişiklik həm avtomobilin ilindən asılıdır, həm vəziyyətindən asılıdır, həm də ki komplektasiyadan asılıdır. Eyni zamanda mühərrikdən də asılıdır. Çünki əgər sifarişlə gətirəcəksinizsə, bunların gömrük rüsumları arasında da fərq var bir xeyli. Məndən bu qədər. Sizin də fikirlərinizi öyrənmək istəyirəm. İstifadə edənlər, yəni sürənlər varsa bu avtomobilləri, onlar da fikirlərini bildirsinlər.